Type-C adapteri olması da buradan bildirir ki, sürətli enerjini falan dəstəkləyir. 3 ayda istifadə edirik. O da heç bir bataryasında problem falan çıxmır. Sol qulaqlığın enerji yığdığını burada bildirir. Yəni məlumat xarakterli bu da var. Ağ rənglər var. Burada da seçimlərdə özünüz də görə bilərsiniz bunu. Soruşulan suallardan biri də mikrofon keyfiyyəti necədir? Mikrofon keyfiyyəti də bomba kimidir. Temudan Bluetooth qulaqlıq almaq istəyirsən, onda bu videomuzu mütləq izlə. Dostlar, bu qulaqlıq mənim əlimdə var, amma birinci bunu Temunun özündə göstərəcəm. Yəni müəyyən bilməli olduğunuz şeylər var. Onları göstərəcəm. Daha sonra bunu icmal şəklində ətraflı göstərəcəm sizə. Bəli, ekranda həmin qulaqlıq hazırda açıqdır. Qiyməti gördüyünüz kimi 9 manat 93 qəpikdir. Bəli, zarafat deyil. 9 manat 93 qəpik. Şəkilləri falan da burada var. Özünüz baxa bilərsiniz. Qara və ağ rəngləri var. Burada da seçimlərdə özünüz də görə bilərsiniz bunu. Qara rəngi bu formada, içi sarıdır. Ağ rəngi isə bu formada, içi boz rəngdir. Yəni qəhvəyi rəngdə. Gəlin indi qısa şəkildə onu icmal şəklində mən göstərim sizə. Daha sonra digər məlumatları mən sizə verərəm. Bəli dostlar, hazırda ekranda yox, bu deyil, bu yumurtadır. Bir dəqiqə. Ekranda bu dəqiqə hazırda AirPods-u görürsüz. Bu AirPods-u biz endirimlə 9 manata yox, ümumiyyətlə endirimlə 3 manata almışdıq. Yəni 3 dənə 1 manata almışdıq. Zarafat deyil. Yəni bir AirPods alırsan 3 manata. İnsana biraz qəribə gəlir. Yəni Temudur da belə şeylər ola bilər. AirPods-un özünüz gördüyünüz kimi üstündə kiçik bir monitoru var. Yəni kiçik ekran var orada. Batarya faizini falan göstərir. Yəni oradan bizə məlumat verir. Hətta belə bunu sizə göstərim. Qapağını açıb bağladığımızda gördüyünüz kimi işıq yanır. Bəli, gördüyünüz kimi işığı yandı. Baxın bu formadadır. Bu məlumat xarakterli qoyulub ora, başqa məqsədlə deyil və bir yumurta ilə ölçüsü tamamilə eyni boydadır. Gəlin indi bunun içini açaq, görək içində nələr var. Bəli, gördüyünüz kimi içində qulaqcıqları qarşılayır bizi və bunun qutusu yoxdur. İndi deyəcəksiniz ki, bunun qutu açılımını niyə etmirsən? Qutusu yoxdur, ona görə qutu açılımı eləmirəm. Adicə bir kulokun içində, yəni salafanın içində göndərmişdilər bunu bizə və yanında da kiçik mesajı uza. Yanında da kiçik bir qarışlıq Type-C adapteri vardı. Yəni nəzərinizdə saxlayın ki, Type-C ilə enerji yığır. Yəni bomba kimi AirPods-dur. Mənim fikrimcə şəxsən bu pulu ona verməyə dəyər. Yəni orijinal qiyməti burada 9 manatdır. 9 manat nə puldur ki, güya? Yəni şəxsən bunu ala bilərsiniz. Mənim fikrimcə sərf edəcək bu sizə. Və az öncə qeyd etdiyim kimi bir qarışlıq Type-C adapteri çıxır, başqa heç bir şey və istənilən telefon adapteri ilə də şarj edə bilərsiniz. İlla qutudan çıxanla şarj etməyinizə ehtiyac yox. Bəli dostlar, az öncə də qeyd etdim ki, mən bu qulaqlığı 3 aydır istifadə edirəm. İndi 3 aydır istifadə edirəm deyə bunun haqqında ətraflı məlumatımız var. Gəlin indi ətraflı şəkildə bunun bataryası, mikrofonu və yaxud da digər nə zirə-zibili var, onun haqqında mən sizə məlumat verim. Bəli, ekranda gördüyünüz kimi hazırda burada Temu açıqdır bizdə. Bu sağ tərəfdəkilər nədirsə mənə aid deyil, yəqin reklamda olar. Buradan biraz aşağı düşdüyümüzdə baxın burada yazılan kommentlər bizi qarşılayır. Burada tüm sekmələrə baxdıq. Bunu açırıq. Biraz aşağı düşürük və burada mənim qardaşımın yerləşdirdiyi şəkil belə var burada. 28 Ağustos 2025 göstərir. Avqustda yerləşdirilib bu bura. Şəkil də burada var. Gördüyünüz kimi bizim mousepadimizin üstündə çəkilib və qardaşım bunu deyəsən duxovkanın kamerası vasitəsilə çəkib, yəni şəklin keyfiyyətindən bilinir. Yəni şəkil burada var. Bu şəkillər başqasındır. Yəni bu mənim qardaşıma məxsusdur. Digərləri də başqa istifadəçilərə aiddir. Bunlara da özünüz də girib baxa bilərsiniz. Baxın, hətta belə video atan belə var. Yəni bu formada istəsəz rənglərə, şəkillərə falan ətraflı baxa bilərsiniz. Məlumatları falan burada yazılıb. Bunları sizə göstərdim ki, özünüz almazdan əvvəl belə şeylərə baxın, sonra alın. Mən əsas burada sizə az öncə də qeyd etdim ki, 3 aydır istifadə edirik. Ona görə bu videonu çəkirəm ki, 3 ayda mənim başıma nə gəlib, nələr görmüşəm, onu göstərmək istəyirəm. Baxın, batarya keyfiyyəti haqqında məlumat verəcəm. Deməli, qardaşım bunu mütəmadi olaraq istifadə etmir. Yəni mahnıya falan qulaq asanda istifadə edir. Çünki oyunlarda falan gecikməsi olur. İndi o haqqda da məlumat verəcəm. Yəni standart istifadə üçün istifadə edir deyə gec-gec şəxsən enerjiyə taxdığını görürəm mən bunun. Yəni həftədə bir dəfə taxır. Əsasən gecələr musiqiyə falan qulaq asmağa, quruza falan düşəndə istifadə edir. Yəni musiqiyə qulaq asır deyə də az enerjiyə taxır. Yox, bütün gün istifadə etsə, əlbəttə ki, ən az bəlkə gündə bir dəfə enerjiyə qoymaq məcburiyyətində qalar. Bu da ki, onsuz standartdır. Bütün qulaqlıqlarda belədir. Yəni batarya keyfiyyəti pis deyil. Bəlkə deyərsiniz 9 manatadır, bataryası zəif olar. Bunu nəzərinizdə saxlayın ki, qətiyyən elə deyil və əlavə olaraq da enerji yığma sürəti də yaxşıdır. Yəni sürətli şəkildə yığır. Hətta belə əlimə götürdüyümdə bunun enerjisi az qalmışdı. Taxdım elə bir 15 dəqiqə, 20 dəqiqəyə bir xeyli enerji faizi topladı və Type-C adapteri olması da buradan bildirir ki, sürətli enerjini falan dəstəkləyir və yeni texnologiya ilə uyğunlaşır. Micro USB olduğunda onda aşınmalar, problemlər falan olacaq. Həm bura daha tez çirklənəcək, həm də gecə enerji yığacağın. Bu bildirir. Bunu nəzərinizdə saxlayın. Batarya, enerji və enerji yığma sürəti haqqında məlumatlar bunlar idi. Gəlin keçək digər məlumatlara.
Bəli dostlar, əsas sizi də burada maraqlandıracaq məsələ səs keyfiyyətidir. Baxın, qulaqlıqları bu dəqiqə açıram burada. Siz də ətraflı şəkildə baxın. Heç çünki bunu mən göstərmədim sizə. Onsuz ekranda PXS görüntüsü kimi videolar qoymuşam. Səs keyfiyyəti, yəni mənim özümün fikrimcə yaxşıdır, pis deyil. Səbəb odur ki, burada baslar və musiqidə olan tizlər çox yaxşı şəkildə ayrışdırılır. Yəni net şəkildə səs gəlir. Əsas amma baslara üstünlük verilib. Çünki mahnılarda olan baslar tizlərə nisbətən daha üstün gəlir. Amma bu tərzdə onsuz mahnı dinləyənlər çoxdur. Yəni baslara üstünlük verərək musiqi dinləyən çox adam var. Ona görə də mənim fikrimcə bu yaxşı hesab olunur. Pisdir deyə bilmərəm. Pis olsaydı səsi cızıllayaraq çıxan və yaxud da tizlərə daha çox üstünlük verilsəydi, şəxsən pis deyərdim. Amma yaxşıdır. Yəni səs keyfiyyəti falan bomba kimidir. Səsinə söz yox. Və əlavə olaraq da Bluetooth haqqında da məlumat verim. Bluetooth-a qoşulma tezliyi də yaxşıdır. Yəni açan kimi, qutunun qapağını açan kimi avtomatik olaraq telefonunun Bluetooth-u açıqdırsa, avtomatik olaraq özü Bluetooth-a qoşulur və Bluetooth-a qoşulu olmayanda mavi, qırmızı işıqlar yanır. Baxın, elə burada da göstərim. Bu dəqiqə mavi işıq yanır. Bilmirəm, bəlkə qardaşımın telefonuna qoşulub, amma normalda Bluetooth-a qoşulu olmadığı halda bunun mavi və qırmızı işığı yanır, sönür. Baxın, burada da görünür. Mavi, qırmızı polis işığı formasında yanır, sönür. Bluetooth-a qoşulduqdan sonra başlayır. Baxın, bu formada mavi, qırmızı yanmağa. Yəni bu tərəfdən də yaxşıdır. Yəni bildirir ki, Bluetooth-a qoşuldu, qoşulmadı. Və Bluetooth məsafəsi də o qədər pis deyil. Yəni standart digər qulaqlarda olduğu kimi otağın kənarına falan çıxdığınızda avtomatik zəiflə. Bu da onsuz bütün qulaqlıqlarda belədir ki, telefon mütləq yanınızda olmalıdır. Bu qulaqlığı ilə ki, istər-istəməz, yəni telefon 10 metr o tərəfdə olması ilə bunun nə mənası var ki, mütləq gərək yanınızda olmalıdır. Bunu da yadınızda saxlayın. Əlavə olaraq baxın, az öncə oyunlarda gecikmə falan haqqında danışdım mən. Bəli, PUBG falan oynayırsınızsa, səs falan kasmaq istəyirsinizsə, qətiyyən bunun kimi qulaqlıqlar istifadə etməyin. Çünki bu qulaqlıqlarda o şey yoxdur. Gecikmə çoxdur. 3 millisaniyə, 4 millisaniyə deyə çoxdur. Yəni ümumiyyətlə siz gülləni atırsınız, 20 dəqiqə keçir, sonra güllənin səsi gəlir. Yəni o qədər də zibil vəziyyətində deyil, amma PUBG falan qətiyyən oynatmır. Brawl Stars kimi oyunlar oynayacaqsınızsa, arxada Semi Cenk kimi mahnılar qoşacaqsınızsa, hə, o olar. Amma səs kasmaq üçün oynayacaqsa, qətiyyən belə şey mümkün deyil. Bu onun üçün deyil. Baxın, çaşıb birdən gedib Temudan baxıb PUBG üçün alarsınız, Minecraft üçün alarsınız, qətiyyən uyğun gəlmir bu. Gecikməsi var, bunu nəzərinizdə saxlayın. Amma adi musiqi falan dinləyəcəksinizsə, yatmazdan əvvəl quruza düşəcəksinizsə, bu tamamilə onun üçün bomba kimidir. Həm zaryadkası, həm də musiqi keyfiyyəti tam işinizə yarayacaqdır. Və əlavə olaraq baxın, soruşulan suallardan biri də mikrofon keyfiyyəti necədir? Mikrofon keyfiyyəti də bomba kimidir. Yəni onlayn görüşlərdə, WhatsApp-la danışıqda falan yaxşıdır, amma bəzən qulağa taxdığımızda, yəni mikrofona baxın, bu tərəfdədir, aşağı hissəsindədir. Mikrofonu biraz uzaqdır, ya nədənsə tam mən tuta bilmədim, nəyə görədir. Bəzən səs az gələ bilər, amma qulağa tam ikisi eyni anda taxıldıqda bu heç bir problem yaratmır. Biraz da onsuz görüntülü danışanda hamı möhkəm danışır. Möhkəm danışdıqda da yaxşıdır, problem deyil. Yəni onlayn görüşlərdə falan da mikrofonu tam işinizə yarayacaqdır. Bundan da arxayın ola bilərsiniz. Son olaraq incələmədə bu haqqda da məlumat verim ki, mən sizə az öncə qeyd etdim ki, burada məlumat işıqları var. Yəni ətraflı məlumat verdim, rəngləri falan nə üçün yanır. Biraz yəni burada məni narahat edən odur ki, mavi qırmızı işıq yanır. Biraz çox abartı mavi qırmızı işıq var burada, düzdür. Bluetooth-a qoşulduqdan sonra bax belə yanan mavi işığın ziyanı yoxdur, amma mavi qırmızı yananda biraz insan narahat edə bilər. Yəni qaranlıqda çox effektiv olur o. Bildirir ki, digər tərəfdə kimsə AirPods-a qulaq asır və yaxud da polisə aid video izləyir. Yəni belə biraz o narahat edə bilər, amma bu mənim fikrimdir. Sizin fikriniz də bəlkə yaxşı da ola bilər. Bu özünüzün seçiminizdir. Baxın, hazırda da mavi qırmızı işıq burada yanır və görünür. Əlavə olaraq bunun baxın sensorları da çox vacibdir. Nəzərinizdə saxlayın ki, bu bütün qulaqlıqlarda var. Yəni bunun da sensorları çox gözəldir və tam gecikməsiz şəkildə işləyir. Yəni bu AirPods-u qulağımıza taxdığımızda mahnını söndürür, çıxartdığımızda isə mahnını qoşur. Yəni digər qulaqlıqlarda olduğu kimi sensorları da çox yaxşı işləyir. Bu dəqiqə mən bunu qulağıma taxsam və telefonda Bluetooth-a qoşulu vəziyyətdə olsa, avtomatik olaraq mahnını oxumağa başlayacaq. Yəni bunu da nəzərinizdə saxlayın. Sensorlar da çox gözəldir. Və baxın, burada gördüyünüz kimi yenidən burada AirPods-un birini taxdım, çıxartdım və enerji faizi bu dəqiqə bizim üçün görünür. 76% olaraq görünür və sol qulaklığın enerji yığdığını burada bildirir. Yəni məlumat xarakterli bu da var. Bu yəni mənim fikrimcə artıdır. Əlavə olaraq yaxşı bir funksiyadır. Yəni 9 manatlıq qulaqlığa görə şəxsən çox gözəldir. Bunun içində olan funksiyalar mənim fikrimcə almağa dəyər. Və son olaraq ümumi yorum şəklində məlumatımı da verim. Yəni öz şərhimi bildirim ki, almağa dəyərim. Baxın, az öncə də qeyd etdim ki, almağa dəyər, amma burada telefonuma da qeyd etmişəm. Almağa dəyər, amma bəzi şeylərə diqqət edəcəksiniz almazdan əvvəl. Oyun üçün alacaqsa qətiyyən belə şeylər almayın. Az öncə də geniş məlumat verdim. Amma yox, mənim kimi musiqi dinləyəcəksiniz və yaxud da
əlavə idman falan edəndə mahnıya qulaq asacaqsınızsa, bu mütləq yaxşıdır. Yəni tam şəkildə işinizi görəcək, amma oyun üçün alacaqsınızsa qətiyyən almayın. Çünki alacaqsınız, oyunlardakı gecikməni görüb gəlib məni söyəcəksiniz. Qətiyyən elə şey etməyin. Ona görə də ən yaxşısı oyun üçün alacaqsınızsa almayın. Və əlavə olaraq biraz büdcəniz də varsa, yəni burada 9 manat görünür bu. Düzdür, orijinal qiyməti 221 manat göstərir. Deyək ki, əvvəldən 221 manat idi, sonra 9 manata düşüb. Buradakı qiymət fərqi məncə biraz çox qoyublar, biraz da az qoysaydılar qəşəng olardı. Yəni çox geniş qiymət aralığı qoyub, o heç yəni Temuda da, Temuda belə şeylər ola bilər. Yəni belə biraz büdcəniz varsa tövsiyə edirəm ki, 20 manat, 25 manat olanlardan alın. Çünki bunu biz 3 aydır istifadə edirik. Bəlkə gələcəkdə bataryası rəhmətlik ola bilər və yaxud da digər problemlər çıxa bilər, amma ümumiyyətlə bataryadan başqa heç nədə problem ola bilməz. Düzdür, suya falan düşürtməsəz, yerə falan düşürtməsəz qətiyyən heç bir şey olan deyil. Yalnız və yalnız 3 aydır istifadə edirik. O da heç bir bataryasında problem falan çıxmır. İndi bilmirik bundan sonra vəziyyət nə olacaq, amma mənim fikrimcə almağa dəyər. Bəli dostlar, Temudan qulaqlıq alına bilər, alına bilməz sualına cavab verdim. İnşallah bu video faydalı olmuşdur sizin üçün. Sağda və solda izləyə biləcəyiniz videolar var. Burada da Temu haqqında daha faydalı bir videomuz var. Yəni endirimlərdən necə istifadə etmək olar. Onu öyrənmək istəyirsə bu videonu izləyə bilərsiniz. Aşağıdan kanalımıza abunə olub videomuza like atın. Bir də bildiriş zəngini aktiv edin ki, belə videolarımızın davamı gəlsin. Sağ olun, salamat qalın.